أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد. اللهم صل على وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu mübarək cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin inşallah. Allah bu gözəl günlərin feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Allah xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə, o şəxslər ki, xəstələri var, problemləri var, bizdən dua istəyiblər. Allah xüsusən o şəxslərin də xəstələrinə şifa versin inşallah. Müşkül və problemlərini öz böyüklüyü xatirinə, Peyğəmbər və Ali Peyğəmbərin hörmətinə Allah həll eləsin inşallah. Allah darda olanlarımıza tezliklə nicat versin. Allah Subhanahu ve Teala İmam Zaman Ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri Ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Hamımızın aqibətini, ahirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edəyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Əzizlər, mübarək Rəcəb ayının mübarək gözəl günlərini yaşayırıq. Allah bu ayın da feyz və bərəkətindən bizləri binəsib eləməsin. Qarşıdan gözəl günlər gəlir, gözəl aylar gəlir. Şaban, Ramazan biri-birindən gözəl aylardır. Allah bu ayların feyz və bərəkətindən bizləri binəsib eləməsin. Allah Ramazan ayının bu ilki orucunu bizə sağlamlıqla, gözəlliklə, rahatlıqla tutmağı nəsib eləsin inşallah. Əziz qardaşlar, bu mübarək aylarda, bu müqəddəs aylarda çox bərəkətli günlər var, gözəl günlər var. Xüsusən bu Rəcəb ayında ən gözəl günlərdən biri Həzrəti Əmir-əl-Müminin Ali ibn Əbi Talib əleyhissalatu vesselamın təvəllüd günüdür, doğum günüdür. Belə deyək də, bizim el dilində bu günə deyirlər kişilərin bayramı. Çünki Ali ibn Əbi Talib həqiqətən də sözün əsl mənasında əsl kişi və əsl insanlığa nümunə olan bir fərd olub. Başda İmam Zaman Ağa olmaqla bütün möminələri Həzrəti Əli əleyhissalatu vesselamın təvəllüd günü münasibəti ilə, mövludu münasibəti ilə təbrik edirəm. Allaha and verək izzət və cəlalına. Allah dünya və axirət bizləri Həzrəti Əli və onun pak övladlarından ayrı salmasın inşallah. Allah bizləri və bizdən sonra gələn balalarımızı Əlinin vilayətində sabit qədəm olanlardan qərar versin inşallah. Bu niyyətə də ucalı bir salavat ehsan edin.
Əzizlər, Həzrəti İmam Cəfər Sadiq əleyhissalatu vesselam'dan gözəl bir hədis gəlib, deyir: "Ən-nasu səvaun kəəsnanil muşt." İnsanlar darağın dişləri kimi hamısı eyni səviyyədədirlər. Yəni birinin digərindən heç bir nəyi yoxdur, fərqi yoxdur. İmam Cəfər Sadiq deyir: "İnsanlar rəngindən, irqindən, milliyyətindən, dilindən asılı olmayaraq hamısı insanlar nədir? İmam Cəfər Sadiq deyir ki, əsnanil muşt, darağın dişləri kimidirlər. Vəl mər'u kəthirun bi əxih, insan öz qardaşı ilə çoxdur. Yəni insan təklikdə heç nədir. Amma öz qardaşı ilə, biz insanlarla, biz birgə nədir? Çoxuq. Amma təksə nədir? Gücsüzük. Sonra imam deyir: "Və la xeyra fi sohbeti men lem yara laka mislellezî yara li nefsihi." Bir şəxslə ki, dostluq edirsən, gərək ona diqqətli olasan. Yəni sən təksən, amma qardaşınla çoxsan. İmam yenə də bizə bir şeyə xəbərdarlıq edir, diqqətli olmağımıza çağırır ki, ey insanlar, baxın, görün, kimlə yoldaşlıq, dostluq edirsiniz. O şəxs ki, özünü görmək istədiyi kimi səni də görmək istəmirsə, onunla yoldaşlıq eləməyin heç bir faydası yoxdur. O fərd ki, özü üçün istədiyini sənin üçün də istəmirsə, onunla yoldaşlıq eləməyin heç bir faydası yoxdur. Çünki əsl insan, əsl mömin budur ki, ancaq məndə olsun, digərlərində olsa da olar, olmasa da olar və yaxud heç olmasın, önəmli deyil sənin üçün. İmam deyir, nədir? Bu cür insanlarla dostluq eləməyin heç bir faydası yoxdur. Bu cür insanlardan gərək uzaq deyanasan. Ümumiyyətlə, əziz qardaşlar, dinin, İslamın, şəriətin məntiqi budur ki, insanlar arasında fərq yoxdur. Nə mənada fərq yoxdur? Yəni, hamımız Adəm və Həvvadan yaranmışıq. Onlar da nədir? Torpaqdan yaranıblar. Bu cəhətdən biz bütün insanlar bərabərik. İmam Cəfər Sadiq deyəndə ki, insanlar hamıları darağın dişləri kimi birdirlər, məqsəd budur. Yəni, mən ağdəriliyəm, sən qaradərilisən, mən türkəm, sən Azərbaycanlısan, o nə bilim, filan yerdəndir. Bu milliyyət və irq, rəng, dəri fərqləri bizdə nədir? Fərq sayılmır dində və bunlar heç də imtiyaz vasitəsi deyirlər. Mənim pulum çoxdur, sənin pulun azdır, mənim maşınım yaxşıdır, sənin maşının pisdir, mənim evim filan. Bunlar heç biri Qur'an-ı Kərimdə, dində imtiyaz sayılmır. Bəs qardaşlar, insanlar arasında üstünlüklər var, yəni biri digərindən hansısa bir xüsusiyyətə görə üstündür. Belə bir imtiyaz verib Allah və yaxud verməyib. Biz Qur'an-ı Kərimə müraciət eləsə, görərik, bəli, insanlar xilqət cəhətdən bir-biri ilə bərabərdilər. Bizim boyumuza, buxunumuza, malımıza, mülkümüzə görə, milliyyətimizə görə bir-birimizdən fərqimiz yoxdur. Amma müəyyən fərqlər var. Qur'an-ı Kərim deyir, əgər bu xüsusiyyətlər birində varsa, digərində yoxdursa, o xüsusiyyətlərə görə insanlar bir-birindən nə edirlər? Seçilirlər. O xüsusiyyətlərə görə insanlar bir-birindən üstün hesab olunurlar. Ona görə Allah Qur'an-ı Kərimdə nə deyir? İnna xalaqnakum min zəkərin və unsa. Mən sizi bir kişi və bir qadından xalq eləmişəm. Yəni, xilqət cəhətdən fərqiniz yoxdur. Və cəalnakum şuuban və qabailə lita'arafu. Mən sizi xalqlara və qəbilələrə bölmüşəm ki, siz nə edəsiniz? Tanınasınız. Lakin nə qəbilə, böyüklüyü, kiçikliyi, nə xalq kimi, nə bir xilqətdə, bunlar heç bir fərq sayılmır. Allah ayənin sonunda nə deyir? İnnə əkrəməkum indəllahi ətqakum. Sizin Allah yanında ən üstünüz, ən hörmətliniz, ən çox təqvalı
və imanlı olanınızdır. İmtiyaz var. Gəlin əziz qardaşlar, biz Quran-ı Kərimə müraciət edək görək Allah hansı xüsusiyyətlərlə insanları bir-birindən nə edib? Fərqləndirib. Biz o xüsusiyyətlərə əsasən, o imtiyazlara əsasən kimdə o imtiyazlar varsa, onlara görə deyə bilərik ki, bu filan kəsdən üstündür. O imtiyazlar, o xüsusiyyətlər çoxdur. Lakin Quran-ı Kərimin ayələrinə əsasən mən 3 xüsusiyyət deyəcəyəm ki, o xüsusiyyətlərə görə insanlar bir-birlərindən nədir? Fərqlənir. Başqa xüsusiyyətlərə görə yox. O, Quran-ı Kərimin qeyd etdiyi xüsusi bu 3 xüsusiyyəti qeyd edəcəyəm ki, o xüsusiyyətlərə görə biz deyə bilərik ki, filan kəsdən nədir? Üstündür. Onlar hansı xüsusiyyətlərdir? Qoy Quran-ı Kərimin ayələrinə əsasən o xüsusiyyətləri sizin nəzərinizə çatdırım. Bilək ki, onlar hansı xüsusiyyətlərdir və hansı şeylər imtiyaz sayıla bilər. Əzizlər, o xüsusiyyətlərin birincisi elmdir. İnsan elmi ilə digərlərindən nədir? Fərqlənir. Allah Subhanahu və Teala alimlə qeyri-alimi nə edir? Seçir, fərqləndirir. Deyir, alim digərlərindən nədir? Üstündür. Quran-ı Kərimin, baxın, Zümər surəsinin 9-cu ayəsində görün Allah nə deyir? Deyir, qul həl yestəvillezine ya'lemune vellezine la ya'lemun. Peyğəmbərə deyir, denən onlara. Denən, məyər bilənlərlə bilməyənlər eyni səviyyədədirlərmi? Onlar eynidirlər. Sanki bu sual nədir? Bir inkar formasında verilən bir sualdır. Yəni siz, ay cəmiyyət, ay Peyğəmbər, denən onlara ki, siz öz cəmiyyətinizdə bilənlərlə bilməyənləri eyni səviyyədə tutursunuz. Sanki Allah onlara deyir, bu nə biabırçılıqdır, bu nə rüsvayçılıqdır ki, siz öz aranızda, öz cəmiyyətinizdə alimlərlə qeyri-alimləri nədir, seçə bilmirsiniz. Siz alimlə cahili eyni səviyyədə tutursunuz. Sonra ayənin sonunda Allah nə deyir? Deyir, innəmə yətəzəkkəru ulul əlbab. Bunu ancaq ağıl sahibləri xatırlaya bilər. Yəni, dolayısı yolla Zümər surəsinin 9-cu ayəsində Allah nə deyir, qardaşlar? Alimi cahildən seçə bilən insan ağıllı insandır. Ağıl sahibi o insandır ki, o cəmiyyətdə elm əhli ilə qeyri-elm əhlini seçə bilir. Alimlə cahili nə eləyə bilir? Seçə bilir. Demək, əziz qardaşlar, Quran-ı Kərimdə, cəmiyyətdə imtiyaz vasitəsi kimi qeyd olunan birinci xüsusiyyət hansı xüsusiyyətdir? Elmdir. Allah Quran-ı Kərimdə deyir Zümər surəsinin 9-cu ayəsində ki, alimlərlə qeyri-alimlər eyni səviyyədə deyirlər. Ay ağıl sahibləri, diqqətli olun. Bunları eyni səviyyədə nədir? Tutmayın. Elm əhlinə həmişə hörmətlə yanaşın, onları üstün bilin. Bu birinci imtiyaz. İkinci imtiyaz, əziz qardaşlar, Allah Quran-ı Kərimdə mücahidləri qeyri-mücahidlərdən fərqləndirib. Cihad eləyənlər. Allah yolunda, vətən yolunda, torpaq yolunda cihada gedənlər, əskərlər, döyüşçülər. Allah bizim də əskər balalarımızı düşmənin şərrindən, hiləsindən, gülləsindən hifz eləsin. Biz bu soyuq hava şəraitində burada oturmuşuq. Onlar isə nədir? Səngərlərdə, soyuqda, şaxtada, orada əziyyətdədirlər. Allah onları öz pənahında saxlasın inşallah. Allah şəhidlərimizi də qəriq rəhmət eləsin inşallah. Əziz qardaşlar, ikinci imtiyaz Allah Quran-ı Kərimdə ayədə deyir, mücahidlərlə qeyri-mücahidlər fərqlidir. Baxın, ayədə Nisa surəsinin 95-ci ayəsində Allah deyir, وَفَضَّلَ اللّٰهُ الْمُجَاهِد۪ينَ عَلَى الْقَاعِد۪ينَ اَجْرًا عَظ۪يمًا. Allah mücahidləri, əskərləri, döyüşçüləri evində oturanlardan nə edib? Üstün və fəzilətli qərar verib və özünə necə fərqləndirib? Onların əcirləri daha əzəmətlidir. Onların mükafatları, onların əvəzləri digərlərinə nisbətən nədir? Daha çoxdur.
Allah mücahidləri qeyri mücahidlərlə, oturanlarla, evində oturub rahat yaşayanlarla fərqləndirib, mücahidlərə, o fədakar insanlara, o döyüşçülərə Allah böyük və əzəmətli nə verib? Mükafat və nə verib? Əvəz verib. Demək, ikinci Quran-ı Kərimdə imtiyaz vasitəsi cihaddır. Mücahidlər, kimdə bu xüsusiyyət varsa, digərlərindən fərqlidir və biz qətiyyətlə deyə bilərik ki, bu mücahid olduğu üçün, bu döyüşçü olduğu üçün, döyüşçü idmançı mənasında demirəm ha. Yəni, əskər, vətəni, torpağı, dini, əqidəni, namusunu qoruyan döyüşçüdən söhbət gedir. Deyə bilərik qətiyyətlə ki, bu digərlərindən nədir? Fərqlidir. Yaxşı, üçüncü xüsusiyyət nədir, qardaşlar? Üçüncü, Quran-ı Kərimdə, elə bayaq ayə də oxudum, iman xüsusiyyətidir. İmanlılarla imansızlar, imanı olanla imanı olmayanlar eyni səviyyədə tutulmamalıdır. İman imtiyazdır. Sən Allaha inanmaqla, ona ibadət etməklə, onu tanımaqla digərlərindən nədir? Fərqlənirsən. Allah səni fərqləndirib. Buna da baxın, Səcdə surəsinin 18-ci ayəsində Allah görün nədir? Deyir, əfəmən kənə müminən kəmən kənə fasiqən la yəstəvun. Deyir, əfəmən kənə müminən kəmən kənə fasiqən la yəstəvun. O şəxs ki, mömindir. Və o şəxs ki, nədir? Əfəmən kənə müminən kəmən kənə fasiqən. O mömin olan məyər, fasik, mömin olmayanla eyni səviyyədədir. Onun kimidir. Sonra Allah özü cavab verir, la yəstəvun. Onlar eyni səviyyədə deyirlər. Ayə özü deyir və cavabını da bizə verir. Əfəmən kənə müminən kəmən kənə fasiqən. Əgər mömin olan, fasik olan kimidirmi? Sonra deyir, la yəstəvun. Bunlar heç vaxt bir-birinə bərabər deyirlər. Mömin, qeyri-mömindən Allahın verdiyi iman imtiyazı ilə nədir? Fərqlidir və bayaq oxuduğum ayədə də nədir? Siz hamınız bir kişi və bir qadından xalq olunmusunuz. İmtiyaz vasitəsi sizin xilqətiniz, xalqlara bölünməniz deyil, qəbilələrdən birinin qəbiləsinin digər qəbilədən böyük olması, məhşur olması deyil. İnnə əkrəməkum indəllahi ətqakum. Allah yanında ən üstününüz kimdir? Ən çox təqvası olandır. Çünki iman da fərqli bir nədir? Xüsusiyyətdir. İnsandan insana fərq eləyir. Sənin imanın mənim imanımdan çox ola bilər, onun imanı birimizin digərimizdən iman səviyyəmiz müxtəlif ola bilər. Bu da təbii bir məsələdir. İman imtiyazdır. Əziz qardaşlar, qayıdıram haman o suala ki, Allah Quran-ı Kərimdə bəşər və insan arasında hansı imtiyaz vasitələri qoyub ki, biz onlar vasitəsi ilə bir-birimizdən nədir? Seçilirik. Quran-ı Kərimdən 3 imtiyaz vasitəsi qeyd elədim. Birincisi hansıydı? Elm, ikincisi cihad, üçüncüsü isə imandır. Bunlar imtiyaz vasitəsidir. Bu günləri biz hər bir fərdi, istər tarixdə İslamın ilk günlərində və istərsə də bu günümüzdə bir nəfərin üstünlüyünü bilmək istəyiriksə, bir nəfəri cəmiyyətdə həqiqətənmi bu fərqli bir fərddir ya deyil, onun imtiyazlarını bilmək istəyiriksə, gərək Quran-ı Kərimə gələk, elmlə, cihadla və imanla müqayisə eləyək. Əgər bu insanda, bir insanda bu üç xüsusiyyətlər üçü də varsa, daha üstün insandır. Biri var, heç olmayandan daha üstündür. Bu üç xüsusiyyətə görə nədir? İnsanlar bir-birindən seçilir. Bu gün də belədir. Və bu, İslamın ilk gəldiyi gündə bu formada olub. Əziz qardaşlar, bizim etiqad və əqidəmizə görə bu günlər təvəllüdü qeyd olunan Həzrəti Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən sonra ən üstün şəxsdir. Əli ibn Əbi Talib Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi istisna etmək şərti ilə bütün bəşəriyyətin ən üstünüdür.
Bütün bəşəriyyətin ən üstünüdür. Baxın, Adəmdən Xatəmə qədər Peyğəmbərimizdən başqa heç kəs Əli ibn Əbi Taliblə müqayisə oluna bilməz. Heç kəs. Bax, deyirsiniz Peyğəmbərlər də, bəli. Heç bir Peyğəmbər. Bizim Peyğəmbərimizdən başqa Əli ibn Əbi Taliblə müqayisə oluna bilməz. Həzrəti Əli əleyhissalatu vesselamın özünə sual verirlər. Mən də o hədislə barədə danışmaq istəmirəm. İstəyirəm, məqsədim var, o sözləri deyəcəyəm. Sadəcə olaraq, indi bəzən qəribə gələ bilər ki, Həzrəti Əli bütün Peyğəmbərlərdən üstündür. Bizim Peyğəmbərimizdən başqa. Bütün Peyğəmbərlərdən üstündür, bəli. Həzrəti Əliyə bu sualı veriblər. Həzrəti Əli nədir? Buna özü cavab verib. Məsələn, sual veriblər, ya Əli, sən üstünsən, ya İbrahim? Həzrəti Əli cümlənin əvvəlində deyib, kişinin özünü öyməsi qəbahətdir. Kişi özünü tərifləməz. Ay, mən beləyəm, mən. Həzrəti Əli deyir, kişinin özünü tərifləməsi pis bir xüsusiyyət. Kişi özünə tərif verməz. Lakin mən ki, sənin bu suallarına cavab verirəm, özümü tərifləmirəm, ha. Allah mənə nemətlər verib və mənə əmr eləyib ki, verdiyim nemətlər barədə nə elə? Danış. Verdiyim nemətlər barədə danış. Mən dediyim bu xüsusiyyətlər ki, Allah mənə verib, ilahi nemət kimi danışıram. Tərif eləmirəm özümü, deyir Həzrəti Əli əleyhissalam. Ki, deyilməsin ki, Əli özünü öyürdü, mənəmlik eləyirdi. Deyir, yox. Mən burada indi deyəcəyəm sənə, mən üstünəm ya İbrahim, mən üstünəm ya Musa. Burada belə başa düşmə ki, ay sual verən, mən özümü öyürəm. Yox, mən burada bu suallara cavab verməklə ilahi nemətləri nə eləyirəm? Aşkar eləyirəm. Allah mənə nemət verib, deyib ki, nemət barədə nə elə? Danış və onun şükrünü elə. Sən üstünsən ya İbrahim, deyir mən. Deyir, necə ola bilər ki, İbrahim, belə deyək də, Şeyxül Ənbiya, Peyğəmbərlərin şeyxi, Quranda adı nə qədər gələn insan, Xəlilullah, Allahın dostudur. Sən mən ondan üstünəm. Deyir, yaxşı, Allah Qur'an-ı Kərimdə İbrahim barədə nə deyir? Məyər İbrahim Allaha demədimi ki, ərini keyfə tuhyil mevta? İbrahim deyir də Allaha deyir, göstər mənə, görüm sən ölünü necə dirildirsən. İbrahimin sözüdür, Allah Qur'an-ı Kərimdə deyir. Allah İbrahimə ayədə deyir, əfələm tu'min, İbrahim sən Peyğəmbərsən, inanmamısan məyər? İman gətirməmisən ki, mən necə ölüləri dirildirəm? Deyir, yox, mənim imanım sənə tamdır. İman gətirmişəm. Bəs nə üçün bu sualı verirsən? Deyir, liyətmainnə qəlbi, qəlbim arxayın olsun daha. Daha da arxayın olsun deyə, istəyirəm sən mənə ölünü necə dirildəcəyini nə edəsən? Göstərəsən. Ayə nə deyir? Hadisəni hamınız bilirsiniz də. Deyir, bir dənə, məsələn, götür, bir neçə quş götür. Quşları götürür, kəsir, doğrayır, tükü ilə, qanı ilə, əti ilə, sümüyü ilə, bir dənə belə xamir kimi bir şey yoğurur. Sonra deyir, nə elə? Apar bunları qoy, hər təpəciyi dağın başında biraz qoy. Qarışıblar hamısı bir-birinə. Sonra gəl qal bir yerdə, çağır onları. Sonra bax gör, Allah nə mənzərə xəlq edir. O qarışıq ət, qan, tük bir yerdə, hərəsindən bir yerə qoyur. Sonra gəlir, çağırır, hər quş ayrılır. Onun gözünün qabağında, məsələn, sərsədirsə olur, sərsə, filan şey olur, gözünün qabağında bu möcüzəni görür. İndi mənim bununla işim yoxdur. Əli deyir, İbrahim Allaha bu sualı verdi ki, göstər mənə, mən nə eləyim? Görüm ki, sən ölünü necə dirildirsən. Amma mən Əli, əgər mənim gözümün qarşısında olan bütün maniələr qalxsa, Nəuzubillah, Allahı görmək mümkün deyil. Əgər bütün gözümün qabağında olan bütün maniələr qalxsa belə, mənim imanımda, yəqinliyimdə heç bir dəyişiklik olmaz. Mən elə bu halımda da imanın tam və yəqinliyin tam zirvəsini fəth eləmişəm, o maniələr qalxsa da məndə heç bir şey dəyişiklik olmaz. Amma İbrahim nə deyirdi? Deyirdi ki, bəs iman gətirməmisən ey İbrahim? Gətirmişəm. Bəs nə üçün istəyirsən görəsən mən ölünün necə dirildirəm? Nə dedi? Arxayın olum. Amma Həzrəti Əli nə deyir? Deyir, o İbrahimdə biraz arxayınlıq, özü deyir də arxayın olum. Amma mən arxayınam. Bu xüsusiyyətlə mən İbrahimdən üstünəm ya üstün deyiləm. Deyir, ya Əli sən üstünsən ya Musa? Deyir, mən. Musadan niyə üstünsən?
Deyir Musa Allah'a dedi, məcbur da eləsələr, hə? Allah'a dedi ki, özünü göstər. Düzdür, nida gəldi ki, sən məni heç vaxt görməyəcəksən. Bu Musa'nın dili ilə deyildi də. İsrar da olsa Musa dili ilə deyildi ki, özünü göstər mənə. Amma mən Əli görsəm də, görməsəm də heç vaxt bu sözü demərəm və mənim yəqinimdə heç vaxt şək şübhə yoxdur. Bir peyğəmbərlər deyilir, Həzrəti Əli bir dəlillə deyir ki, mən üstünəm. Fikir verirsiniz? Yəni bu söz kimi deyilən bir söz deyil ha. Bəşəriyyətdə peyğəmbərdən sonra ən üstün insan Əli ibn Əbi Talibdir. Bunda heç bir şək yoxdur. Bunda şək eləyən özünün imanında nə var? Problem var. Lakin biz yenə də Allah bizə imtiyaz vasitələri ki qeyd edib Qur'an-ı Kərimdə, gəlin o imtiyaz vasitələri ilə Həzrəti Əlini nədir? Tanıyaq, görək Əli səviyyəsində tarixdə ikinci şəxsiyyət olub ya olmayıb. O şəxslər ki Həzrəti Əlinin zamanında elə olublar. Görək Əli səviyyəsində Əlidən üstün insan olub ya olmayıb. Neçə xüsusiyyətimiz var idi? 3 dənə. Birincisi elm idi, ikincisi cihad idi, üçüncüsü iman idi. Sizə and verirəm Allah, mən nümunələr deyərəm. Bu 3 xüsusiyyətdə Əlidən üstün insan tanıyırsınız. Bu 3 xüsusiyyətdə Əlidən üstünü var. Ona görə o şair deyir, Əlidən gəlməyib, gəlməz, mümkündür. Gəlin indi əziz qardaşlar, baxay elmə. Elmi Allah deyir nədir? Elm imtiyaz vasitəsidir. Alimlərlə qeyri-alimlər eyni deyil. Siz elminizlə nədir? Üstün ola bilərsiniz. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir Əli barədə? Ənə mədinətul ilm və aliyyum babuha. Mən elmin şəhəriyəm, Əli elm şəhərin nə idi? Qapısıdır. Bu kişidən üstün elmə sahib kişi var? Yoxdur. Həzrəti Peyğəmbər deyir, A'ləmukum Ali. Sizin ən aliminiz Əlidir. Yəni sizin aranızda ən elmliniz Əlidir. Əgər Allah deyir elm imtiyazdırsa, Əlidən elmlisi yoxdursa, hələ mən qoyuram o Peyğəmbərlər kənara qoyuram. Həzrəti Əlinin öz dövründən bu günə qədər elmdə ondan üstünü var? Mümkün deyil. Ömər ibn Xəttab Həzrəti Əli barədə nə deyir? Deyir, Əqdana Ali. Bizim aramızda qəzavətdə, qazilikdə, hakimlikdə ən mahir qazi kimdir? Əlidir. Qazilik, hakimlik, elm tələb edir. Hər kəs hökm verə bilməz. Ona görə bu gündə də məsələn, bizdə İslam şəriətində qazi olmaqlıq, hakim olmaqlıq, qazinin şərtlərindən biri budur ki, gələn müçtəhid olsun. Hər kəs qazi ola bilməz. Çünki sən bütün şəri hökmləri bilməlisən ki, haqqı batildən seçə bilməlisən ki, fətva verə biləsən. Ona görə Ömər ibn Xəttab Əli barədə deyir, bizim aramızda ən üstün qəzavətə, hakimliyə, qazilik eləməyə layiq olan fərd Əli ibn Əbi Talibdir. Bu da nədən irəli gəlir? Onun elmindən irəli gəlir. Demək, elmlə əgər baxsaq, Əli ən üstün insandır. Gələk cihada. Sizi and verirəm Allaha. Bu İslam dininin bugün dirçəlməsi üçün, ayaq üstə durması üçün Əlidən çox zəhmət çəkən olur. Mümkündür. Məyər Peyğəmbər Əli barədə deməyib ki, müəyyən fərdləri Həzrəti Peyğəmbər onların zəhmətlərini dəyərləndirib, bunu dəfələrlə demişəm. Lakin yeri gəlmişkən yenə deyirəm, İslam 3 şəxsə görə, 3 şəxsin zəhməti ilə ayaq üstə dayanıb. Birincisi, Əbu Talibin himayəsi. Əbu Talib məni qorudu, əmisi. Əbu Talib də Əlinin atasıdır. İkincisi kim idi? Xədicənin sərvəti, malı, pulu, hər nəyini verdi Allah yolunda. Üçüncüsü Seyfu, Ali ibn Əbi Talib. Ali ibn Əbi Talibin qılıncı. Əlidən böyük mücahid var, qardaşlar. İslamın ilk günlərində Peyğəmbər üçün suiqəst hazırlananda hansı qeyrətli kişi Həzrəti Peyğəmbərin yatağında yatdı? Kim onu bacardı? Əli. Allah deyir, mücahidlərlə qeyri-mücahidlər eyni deyil.
Yaxşı, bir məsələni də Xeybər qalasının fəthində Allah Peyğəmbəri Həzrəti Əli barədə nə deyir? Bilirsiniz, Xeybərin fəthində birinci gün döyüş bayrağı verilir birinə. Get, qalanı fəth elə. Gedir, gəlir, qalır, baxır, görür qala fəth alınmaz qaladır, bura girmək olmaz, döyüşmək mümkün deyil. Yenə də kör peşiman axşam çağı qayıdır, ya Rasulallah, bu bayraq məni üzürlü say, fəth eləyə bilmədim. İkinci gün başqa bir kişiyə verir. Bu nağıl dövrü, tarixi fakt. Bu da gedir. Yenə kör peşiman gəlir ki, mən ya Rasulallah fəth eləyə bilmədim. Üçüncü gün indi bu qala fəth olunmalıdır. Heç kim o qalaya girə bilmir. Peyğəmbər baxın belə deyir. Deyir, لَاُعْتِيَنَّ الرَّايَةَ غَدًا رَجُلًا يُحِبُّ اللّٰهِ وَرَسُولَهُ وَيُحِبُّهُ اللّٰهِ وَرَسُولُهُ لَيْسَ بِفَرَّارٍ يَفْتَحُ اللّٰهِ عَزَّ وَجَلْ عَلَى يَدَيْهِ. Sabah bu bayrağı bir kişinin əlinə verəcəyəm ki, sabah bayrağı bir nəfər tutacaq ki, o kişi Allah'ı sevir və Peyğəmbəri sevir. Allah da onu sevir, Peyğəmbər də onu sevir. Leysə bi fərrar. O, döyüş meydanından qaçan kişi deyil. Allah fəthi, zəfəri, qələbəni onun əli ilə bizə verəcək. Deyir, bu bütün müsəlmanlar bunu nəql edir. Deyir, bunu deyəndə Peyğəmbər boyunlar başladı uzanmağa Peyğəmbərə tərəf. Görəsən bunu sabah mənə verəcək bu bayrağı. Hətta bayrağı alıb gedib kör peşman qaydanlar da nədir? Yenə də tamah saldılar ki, sabah bizə verəcək bayrağı. Heç kim ehtimal vermirdi ki, Həzrəti Əli əleyhissalatu vəssalam olacaq. Çünki Əli xəstə idi, gözləri ağrıyırdı. Amma səhər oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talibi çağırdı. Əlinin gözlərində problem vardı, xəstə idi. Mübarək ağzının suyundan, luabından sürtdü Həzrəti Əlinin gözlərinə. Gözlərini əli ilə möcüzəvi şəkildə müalicə elədi. Dedi, bu bayrağa, bu məqama Əli səndən başqa heç kim layiq ola bilməz. Gedənlər hamı qayıdır, qaçıcı gəlir. Hamı fərarili eləyir. Yeganə Kərrar, Həzrəti Əlinin ləqəblərindən biri nədir? Kərrar, Heydər-i Kərrar demirik biz. Kərrar, yəni təkrar həmlə eləyən, heç vaxt qaçmayan. Fərrar, fərari sözünün mübaliğə formasıdır. Fərrar nədir? Yəni, çox fərarilik eləyən, gedib qaçan, gedir, həmlə eləyir, qaçır, qorxub qaçan. Bir nəfər bunu çox eləyəndə ona deyirlər nə? Boş fərari bir dəfə bunu eləyəndir. Fərrar isə çox fərari eləyəndir. Deyir, sabah bu bayrağı bir nəfər tutacaq ki, o qaçan deyil, əksinə o nədir? O, həmlələri təkrar düşmənə qarşı həmlə eləyən kişidir və Allah da fəthi, qələbəni onun əli ilə bu İslam ümmətinə verəcək. Həzrəti Əli getdi, o fəthi elədi. Həzrəti Əli o şəxsdir ki, Peyğəmbər onun barəsində deyir, Əlinin xəndəkdə vurduğu zərbə insan və cinnin ibadətindən nədir? Üstündür. Cihadda Əlidən üstünü var. Nəticə etibarına qardaşlar, bu dəyərlər, bu imtiyazlar ki, Qur'an-ı Kərim qeyd edib ki, onlar üstünlük və imtiyaz vasitəsidir, Əlidən üstünü yoxdur. Üçüncüsü, hansı xüsusiyyətidir? İman xüsusiyyəti. Əlidən imanda üstünlüğü var. Əli yeganə şəxsiyyətdir ki, ona biz nə deyirik? Əmirul müminin, möminlərin əmiri və ondan başqa heç bir imama əmirəl müminin deməklik olmaz. Bunu qadağan olunub bizə. Və rivayətlərdə özünə əmirəl müminin deyənlər barədə çox belə pis ifadələr işlənib ki, onlar nədir? Nütfələrində onların napak insanlardılar onlar. Mən demək istəmirəm indi bu sözləri buradan. Və hətta Əymə Ətar, Həzrəti Əlinin övladları bizim imamlarımıza kimsə müraciət edib, deyibsə Əmirul Müminin, durub deyib, sus, danışma. Bu ləqəb Əlidən başqa heç kimə deyilə bilməz. İman məsələsinə gələndə Həzrəti Əli imanlı şəxslərin nədir? Əmiridir, imamıdır və bu hədisi də sizin yadınıza salım ki,
Qur'an-ı Kərimdə Peyğəmbər deyir, hər bir ayədə ki, Allah deyib, ya eyyuhəl-ləzīnə amanu, ey iman gətirənlər, bilin ki, o iman gətirənlərin imamı kimdir? Ali ibn Əbi Talib. Başqa bir rivayətdə Həzrəti Peyğəmbər Həzrəti Əli əleyhissalatu vəssalamı vəsf edir. Aliyyun imamul muttaqin. Əli təqvalıların nə idi? İmamıdır. Təqvalıların imamı olmaq üçün ən təqvalı insan olmalısan ya yox? Və Allah da bayaq oxuduğum ayədə nə dedi imtiyaz vasitəsi? İnnə əkrəməkum indallahi ətqakum. Sizin aranızda Allah yanında ən üstün insan kimdir? Allah yanında, Allah qatında ən üstün insan, ən çox təqvası olan insandır. Əli də Peyğəmbərin sözü ilə imamul muttaqindir, təqvalıların imamıdır. O dolayısıyla yolla ən təqvalı insandır. Elə bu ayəyə əsasən Əli ən üstün insandır. Ona görə əziz qardaşlar, bu günləri əgər biz yox, hər bir ağıllı insan seçim qarşısında qalsa Əli ilə başqası arasında. Allah Qur'an-ı Kərimdə seçim vasitələri verib. Bu seçim vasitələrini götürüb biz Əli və qeyri-Əliyə tətbiq eləsək, vallah Əlidən başqasını seçən insan nədir? Uduzan insandır və imtiyaz vasitələrini bilməyən insandır, aldanmış insandır. İman məsələsinə gələndə Əli səhabələr arasında çoxlarından demək olar ki, səhabələr arasında yeganə şəxsdir ki, heç vaxt bütə sitayiş eləməyib. Digərləri bu günləri adları, məsələn, belə mötəbər səhabələr ömürlərinin bir müddətini nə ediblər? Bütə sitayiş ediblər. Bütpərəst olublar, bilməyiblər. Sonra imana gəliblər. Lakin Əli yeganə fərddir ki, o heç vaxt bütə sitayiş eləməyib. Sizcə bu cür şəxsiyyətlə başqaları arasında seçim qarşısında qalanda biz Əlini qoyub başqasını seçə bilərik. İnsan qətiyyəti, yəqini qoyub şübhə və şəkkin ardınca gedər. Heç vaxt getməz. Ona görə mənim dəyərli qardaşlarım, əziz möminlər, bu günlər elə bir kişinin təvəllüd günüdür ki, o kişilərin kişisi, imanlı insanların əmiri, əmirul müminin, təqvalıların imamı, bəşəriyyətdə Peyğəmbərdən sonra ən üstün insanın mövlud günüdür. Allah subhanahu və teala bu həqiqətən də vəsf olunmaz şəxsiyyətin vilayətində bizi sabit qədəm olanlardan qərar versin. Allah bu mübarək mövludu hamımız üçün bərəkətli, xeyirli qərar versin. Bayramlarınız mübarək olsun. Allah bu sözü həmişə bu duanı eləyirəm. Bu bir hədisə söykənib deyirəm bunu. Əlinin vilayəti cənnətin özüdür. Həqiqətən də belədir ya. Allah bizi Əli vilayətində, yəni cənnətdə sabit qədəm olanlardan qərar versin inşallah. Bizlərdən və bizdən gələn övladlarımızdan heç vaxt Əli düşməni qərar verməsin inşallah. Allah subhanahu və teala gələn günlərimizi daha xeyirli, daha uğurlu qərar versin. Allah hamımızın Həzrəti Əlinin Allah yanında hörmətinə xatir ömrümüzə, ruzimizə, ailələrimizə bərəkətini nazil eləsin. Bizlərə tez bir zamanda Əli ibn Əbi Talibin və onun pak balalarının ziyarətini nəsib eləsin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim, vəl-asri innəl insana ləfi xusr, illəl-ləzīnə amanu və amilus salihati və təvasav bil-haqqi və təvasav bil-sabr. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu.